Salam hər kəsə, Qaynana Gəlin kanalına xoş gəlmisiniz. Bugün sizinlə çox gözəl və ənənəvi bir video paylaşmaq istəyirəm. Novruz bayramı münasibətilə evimizdə hazırlanan əsl ev paxlavasını sizə təqdim edirik. İlk öncə onu qeyd edim ki, bütün ərzaqlar otaq temperaturunda olmalıdır. 6 ədəd yumurta, 200 ml süd, 200 ml 10% xama, 250 qram əridilmiş kərə yağı, 1 çay qaşığı maya və un əlavə edirik. Nəticədə yumuşaq, gözəl xəmir alınmalıdır. Sonra isə xəmirimizi mayalanmağa qoyuruq. Xəmirimiz mayalandıqdan sonra kündələrə ayırırıq. Onu da qeyd edim ki, bu paxlavanı, şirniyyatı hazırlayan mənim əziz qaynanamdır. Doğrudan da bu cür şirniyyatları ən gözəl şəkildə hazırlayanlar bizim böyüklərimizdir. Onların həm təcrübəsi, həm də əl dadı tam başqa olur. Mən bu prosesdə qaynanama kömək etdim, amma əsas zəhmət və ustalıq ona aiddir. Novruz bayramı bizim üçün çox xüsusi bayramdır. Bu bayramda süfrələrimiz bəzənir, şirniyyatlar hazırlanır, ailələr bir araya gəlir. Paxlava isə bu süfrənin ən vacib və ən sevilən şirniyyatlarından biridir. İncə-incə açılan xəmir, qozlu içliyi, üzərinə əlavə olunan şərbəti, o gözəl görünüşü ilə paxlava həm zəhmət tələb edən, həm də böyük sevgi ilə hazırlanan bir şirniyyatdır. Qaynanan paxlavanı hazırlayarkən hər detalına diqqət edir. Xəmirin düzgün açılması, layların sərqə ilə düzülməsi, içliyin bərabər paylanması, bunların hamısı nəticədə mükəmməl bir dad ortaya çıxarır. Məncə belə ənənəvi yeməklərin və şirniyyatların ən gözəl tərəfi odur ki, nəsildən nəsilə ötürülür. Biz bu videolar vasitəsilə həm öyrənirik, həm də bu gözəl ənənələri yaşadırıq. Əgər siz də evdə paxlava hazırlamaq istəyirsinizsə, bu video sizə çox kömək edəcək. Addım-addım bütün prosesi izləyə bilərsiniz. Əgər videomuzu bəyənirsinizsə, kanala abunə olub dəstək olmağı, videoya like atmağı və fikirlərinizi şərhlərdə yazmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün çox önəmlidir. Hər birinizin Novruz bayramı mübarək olsun. Evlərinizə bolluk, süfrələrinizə bərəkət, qəlblərinizə sevinc arzulayıram.